Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə çoxbucaqlılar və dördbucaqlılar mövzusunun izahına baxacağıq. Gəlin əvvəlcə çoxbucaqlıları, daha sonra isə bizim qarşımıza ən çox çıxan növü olan dördbucaqlıları araşdıraq. Onlar haqqında bilməli olduğumuz məqamlara baxaq. Əvvəlcə çoxbucaqlı nədir və necə yaranır sualına cavab axtaraq. Deməli, biz həndəsənin əsas anlayışlarına baxarkən parça, düz xətt kimi terminlərlə tanış olmuşduq. Həmin bu parça və düz xəttlərin birləşməsindən, müəyyən düzülüşlə birləşməsindən biz alırıq çoxbucaqlılar. Məsələn, bu formada bir neçə parçanın düzülüşünə baxaq. Baxın, bu parçalar hal-hazırda nizamsız bir şəkildə, yəni düz xətt üzərində olmadan birləşmişdir. Bu formada düzülüş adlanır sınıq xətt. Yəni düz xətt deyil, sınıq xətt. Sınıq xəttimiz isə iki formada olur. Sadə sınıq xətt və qapalı sınıq xətt. Hal-hazırda mənim göstərdiyim sınıq xətt sadə sınıq xəttdir. Qapalı sınıq xətt nə zaman olur? Baxın, bu açıq qalan bu hissə var, yaşılla göstərim. Baxın, bu hissə açıqdır. Əgər bu hissə açıq olmasaydı, onlar da müəyyən bir parça ilə birləşmiş olsaydı, biz buna deyəcəkdik qapalı sınıq xətt. Qapalı sınıq xəttin ikinci adı isə çoxbucaqlıdır. Yəni, bunun bucaqlarının sayından asılı olaraq, bucaqlarının və tərəflərinin sayından asılı olaraq 4 bucaqlı, 5 bucaqlı, 6 bucaqlı və s. çoxbucaqlılar yaranmış olur. Çoxbucaqlılarda ilk qarşımıza çıxanlar onların qabarıq və çökük olmasıdır. Nədir qapalı çoxbucaqlı, nədir çökük çoxbucaqlı? Bu formada iki dənə fiqur çəkirəm və istənilən tərəfindən fərqi yoxdur hansı tərəf. Mən buranı da seçə bilərəm, buranı da seçə bilərəm, buranı da. İstənilən tərəfindən mən bir düz xətt keçirdikdə, əgər fiqurun tamamı, yəni bütövlükdə hissəsi olaraq düz xəttin bir tərəfində qalırsa, biz buna deyirik qabarıq çoxbucaqlı. Çökük çoxbucaqlı dedikdə isə, baxın, bunun bu hissəsindən mən bir düz xətt keçirirəm. Görürsünüzmü? Düz xəttin hər iki tərəfində bu çoxbucaqlının hissələri qaldı. Yəni, bir hissəsi burada, digər hissəsi isə buradadır. Biz isə buna deyirik çökük çoxbucaqlı. Eynisi dördbucaqlılar üçün də keçərlidir. Qabarıq dördbucaqlılar və çökük dördbucaqlılar. Çoxbucaqlı ümumi anlayış olaraq həm dördbucaqlıları, həm də digər çoxbucaqlıları aid elədiyinə görə elə qabarıq və çökük çoxbucaqlılar deməklə kifayətlənə bilərik. Daha sonra qeyd etmək istəyirəm çoxbucaqlılarda diaqonal anlayışını. Nədir diaqonal anlayışı? Və bir fiqur çəkirəm. Elə olsun bu beşbucaqlı. Bir təpədən çıxaraq qarşı təpəni birləşdirən düz xətt parçasına biz həmin dördbucaqlının və yaxud da çoxbucaqlının diaqonalı deyəcəyik. Baxın, bir təpədən çıxaraq qarşıdakı təpəni nəzərdə tutdum. Yəni, məsələn, mən buradan çıxıb bu qonşu təpəyə gəlsəm, bu artıq tərəf olacaq, diaqonal deyil. Bunu yadda saxlayırıq. Eynilə bu təpədən çıxır və gəlir iki dənə bu qarşı təpəni birləşdirir. Baxın, əgər diqqət elədinizdə, hər təpədən, yəni bu beşbucaqlıdan söhbət gedir, bu beşbucaqlının hər təpəsindən sadəcə 2 diaqonal çıxdı. Baxın, mən bunu qayda olaraq bütün çoxbucaqlılara aid eləyə bilərəm ki, məsələn, n bucaqlıdırsa, baxın, 5 dənə idi, 2 dənə diaqonal çıxdı. Deməli, hər birində bir təpədən çıxan diaqonalı n-3 ilə hesablaya bilərəm. Məsələn, deyər ki, müəyyən bir 8 bucaqlı verilib və deyir ki, bu 8 bucaqlının bir təpəsindən neçə diaqonal çıxar? 8 çıxılsın 3, 5. Yəni, hər təpədən 8 dənə diaqonal 5 dənə diaqonal çıxmış olacaq. Və bundan əlavə onu da qeyd edim ki, bu bir təpədən çıxan diaqonaldır. Müxtəlif təpələrdən, yəni 5 bucaqlıdırsa, bunun deməli 5 dənə təpəsi var. Bu 5 təpədən çıxan diaqonalların sayını isə n vurulsun n-3 bölünsün 2 düsturu ilə hesablaya bilərik.
ikinci qeyd etdiyim düstur çoxbucaqlının bütün diaqnallarının sayını, birinci qeyd etdiyim düstur isə yalnız bir təpədən çıxan diaqnalların sayını göstərir. Bundan əlavə qeyd edək, çoxbucaqlının daxili və xarici bucaqları haqqında lazımi məlumatlar. Deməli, çoxbucaqlının daxili bucaqlarının cəmi 180 vurulsun n-2 düsturu ilə hesablanır. İndi maraqlı gələr ki, bu n-2 hardan çıxıb? Baxın, yuxarıda elə qeyd etdiyim 5 bucaqlını göstərmək istəyirəm. Baxın, bu 5 bucaqlının gördüyünüz kimi daxilində 3 bucaqlar yaranıb. Neçə dənə 3 bucaqdır? Baxın, bu yaşılla olanı göstərirəm. 1, 2, 3. Bax, yaşıl diaqnalların əmələ gətirdiyi 3 bucaqlar 3 dənədir. Yəni, n çıxılsın 2 sayda düstur var. Düstur deyirəm, 3 bucaq var. Və 3 bucağın daxili bucaqlarının cəminin də 180 dərəcə olduğunu bilirik. n-2 sayda 3 bucaq var və hər birinin daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Deməli, mənim bu çoxbucaqlımın da daxili bucaqlarının cəmi 180 vurulsun n-2 şəklində asanlıqla hesablana bilər. Xarici bucaqlarının cəmi isə ixtiyari çoxbucaqlıda fərqi yoxdur. 4 bucaqlı olsun, düzgün olmayan olsun. Əgər çoxbucaqlıdırsa və xarici bucaqlarının cəmini istəyirsə, bu olacaq 360 dərəcəyə bərabər. Yuxarıda qeyd elədiyim düzgün olmayan tipli ifadəni də izah eləmək istəyirəm. Nədir düzgün çoxbucaqlı? Düzgün çoxbucaqlını bütün tərəfləri və bütün bucaqları eyni olan çoxbucaqlı olaraq yadda saxlaya bilərsiniz. Məsələn, buna nümunə olaraq bərabər tərəfli üçbucağı, kvadratı, ondan sonra bütün bucaqları bir-birinə bərabər olan, bucaqları və tərəfləri bir-birinə bərabər olan 6 bucaqlını, 5 bucaqlını misal göstərmək olar. Yəni, tək şərt odur ki, tərəflər və bucaqlar bərabər olsun. Məsələn, elə bayaqki 5 bucaqlını yenə götürürəm. Tamam ki, bunun bir tərəfi 5-dirsə, digər tərəflərində 5 olduğunu bilirəm və bütün bucaqları alfa, 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 alfadırsa, bu olur düzgün 5 bucaqlı. Bu düzgün çoxbucaqlılarda isə bir bucağının dərəcə ölçüsü 180 vurulsun n-2 bölünsün n düsturu ilə hesablanacaq. Hardan gəlir? Yuxarıda bu qeyd etdiyim bütün daxili bucaqlarının cəmidir. Bütün daxili bucaqlarının cəmidir. N dənə daxili bucağı var və bu n dənə bucağın hər biri bir-birinə bərabərdirsə, mən bütün daxili bucaqların cəmini tərəflərin və yaxud da bucaqların sayına bölərəkdən bir bucağın dərəcə ölçüsünü təyin eləmiş olaram. Və qeyd edeyim ki, onu da düzgün çoxbucaqlının həm daxilinə, həm də xaricinə çevrə çəkmək olur. Yəni, burada biz heç bir problemlə qarşılaşmırıq. Və onu da qeyd etmək istəyirəm ki, elə yeri gəlmişkən, çevrədən demişkən, bir 6 bucaqlı çəkim. Biraz çirkin oldu, eyb yox. Bu, daxilə çəkilmiş çevrə olsun. Daxilə çəkilmiş çevrənin, mən düzgün çəkə bilmədim, bir saniyə, hər tərəfə toxunması lazımdır. Bu, daxilə çəkilmiş çevrənin radiusu gedir də tərəfi yarıya bölür. Xaricə çəkilsə əgər mənim çevrəm, bu zaman böyük R gəlib bu təpədə birləşmiş olacaq. Yəni, kəsişmə nöqtəsi, çoxbucaqlı ilə kəsişmə nöqtəsi təpə nöqtəsi olacaq. Baxın, bu da bu formada bizim işimizə yarayacaq. Buradan nəyi çıxarda bilərəm? Məsələn, mənim çəkdiyim şəkil 6 bucaqlıdır və belə bir 3 bucaq almışam. Bu 3 bucağın digər tərəflərini də birləşdirsəm, baxın, hər tərəfli birləşdirsəm, bu 3 bucaqları görürsünüz, 6 dənə 3 bucaq var. 6 dənə 3 bucaqdır və hər birinin radiusu da R-dir. Bir 3 bucağın sahəsini hesablayıb 6-ya vursam, mən bu çoxbucaqlının da sahəsini, 6 bucaqlının yəni sahəsini hesablayıb asanlıqla tapmış olacağam. Bundan əlavə bir neçə düstur daha var, onları da qeyd edeyim.
Bunları əzbərləmək məcburiyyətində deyilsiniz. Hardan gəldiyini başa düşsəz, hər birini asanlıqla hesablaya bilərsiniz. Yəni əziyyət çəkmədən də 2r tangens 180 dərəcə bölünsün n. Əziyyət çəkmədən də daha sonra hesablamalarınızı apara biləcəksiniz. Əzbər bilsəz, çox gözəl. Sizə həm vaxt qazandırar, həm sürət. Əzbər bilməsəz də yenə heç bir çətinlik yoxdur. Çoxbucaqlılar haqqında məncə bu qədər kifayətdir. Gəlin dərsin başında da qeyd etdiyimiz kimi çoxbucaqlıların ən çox qarşımıza çıxan nümayəndələri dördbucaqlılardan danışaq. Dördbucaqlılar adından da göründüyü kimi dörd bucağı və dörd tərəfi olan çoxbucaqlıdır. Dördbucaqlıların da yenə xarici bucaqlarının cəmi 360 dərəcədir. Eyni ilə daxili bucaqlarda 360 dərəcə olacaq. Yəni dördbucaqlıların çoxbucaqlılardan fərqi budur. Elə yenə düsturdan da yerinə qoyub hesablasaq, hər birində 360 dərəcə alındığını görmüş olarıq. Bunu elə bəri başdan yadda saxlayaq ki, hər dəfəsində yenidən hesablamağa ehtiyac qalmasın. Dördbucaqlıların ilkin nümayəndəsi olduğunu düşündüyüm fiqur paralleloqramdır. Paralleloqram qarşı tərəfləri bir-birinə paralel və bir-birinə bərabər olan dördbucaqlıdır. AA, BB. Yəni bunu adlandırsaq AB, CD desək, AD paraleldir, BC olmuş olacaq. Eyni ilə A bərabərdir. Gördüyünüz kimi onsuz da qarşı tərəflərini bir-birinə bərabər yazmışam. Bu formada yazdım. AB bərabərdir CD, AD bərabərdir BC olmuş olacaq. Paralleloqram haqqında qeyd eləyək nəyi? Bu iti bucağını alfa, kör bucağını beta ilə işarə etsək, alfa plus beta bərabərdir 180 dərəcə almış olacaq. Bunu yadda saxlayaq ki, paralleloqramın bir tərəfinə bitişik bucaqlarının cəmi 180 dərəcədir. Paralleloqramın perimetri 2A plus B şəklində B düsturu ilə hesablanır. Paralleloqramın sahəsi dedikdə AB sinus alfa və yaxud da diaqonalları D1, D2 sinus alfa bölünsün 2 düsturu ilə hesablanacaq. Burada yuxarıda yazdığım alfa ilə aşağıda yazdığım alfa eyni deyil. Buradakı alfa budur, birinci düstura aid. Diaqonallar arasında qalan isə, yəni diaqonallarla yazdığım düsturda isə diaqonallar arasında qalan alfadır. Yəni bunu beta ilə işarə edeyim ki, qarışıqlıq olmasın. Yəni diaqonallar arasında qalan bucağın sinus hasilidir diaqonallarla olan düsturda. Burada isə tərəflərlə olanda isə tərəflər arasında qalan bucaqdır. Bundan əlavə paralleloqramın digər bir düsturu da AH-dır. H nədir? Hətta buna AHA deyim, indi görəcəksiniz niyə elə olduğunu. Baxın, bu A tərəfi olsa, bu A tərəfinə çəkilmiş hündürlük. Bu səliqəsiz oldu, buradan çəkim. Bu bizim paralleloqramımız. Bu birinci hündürlük, A tərəfinə çəkilən HA və bu da olsun B tərəfinə çəkilən hündürlük isə HB. Bunları HA, HB yazmaqda məqsədim odur ki, A və B tərəfinə çəkilən hündürlüklər bir-birinə fərqlidir. Yəni A tərəfinə çəkilən hündürlüyün uzunluğu ilə B tərəfinə çəkilən hündürlüyün uzunluğu eyni deyil. Bunları da eyni götürməyin. Biraz diaqonallarından danışmaq istəyirəm paralleloqramın. Şagirdlərin ən çox səhv elədiyi və hətta sevə-sevə səhv elədiyi hissələrdən, məqamlardan danışmaq istəyirəm. Paralleloqramın diaqonalları onun tənböləni deyil. Yəni şagirdlər bunu götürərkən tənbölən kimi götürür diaqonalı. Xeyr, tənbölən deyillər. İndi isə danışmaq istəyirəm rombdan. Romb paralleloqrama ən çox oxşayan dördbucaqlıdır deyə bilərəm forması ilə. Onun paralleloqramdan fərqi odur ki, paralleloqramın yalnız qarşı tərəfləri bərabərdir. Rombun isə bütün tərəfləri bir-birinə bərabərdir. Deməli, romba tərif verəcək olsaq, bütün tərəfləri bərabər olan paralleloqramdır deyə bilərik.
Rombun paralleloqramdan fərqi dediyim kimi bütün tərəflərinin bərabər olmasıdır. Diaqonallarının tən böləni olmasıdır. Yəni diaqonallar çəkildikləri təpədəki bucaqların həm də tən bölənləri olurlar. Amma paralleloqramda isə qeyd etdiyim kimi belə deyil. Bir də ki, rombun diaqonalları eyni zamanda onun simmetriya oxlarıdır. Yəni rombun bu diaqonalı onu simmetrik olaraq iki hissəyə ayırır. Rombla paralleloqramın digər bir ortaq xüsusiyyəti odur ki, hər ikisində diaqonallar kəsişdikdə yarıya bölünür. Yəni bu ümumilikdə D1 isə bununla bu ilə isə bu bir-birinə bərabər olur. Rombun paralleloqramdan digər bir fərqi də odur ki, bunun diaqonalları 90 dərəcə altında kəsişir. Ona görə də bunun sahəsini taparkən D1, D2 bölünsün 2 yazmaq kifayət edir. Çünki burada sinus 90 dərəcə yazılacaq. Sinus da 90 dərəcədə 1-ə bərabər olduğu üçün yazılmağa ehtiyac yoxdur. Bundan əlavə sahə düsturlarından qeyd etmişkən AH S bərabərdir A kvadratı sinus alfa qeyd etmək olar. Burada alfa bu iti bucaqdır. H isə rombun hündürlüyüdür. Yəni burada HA, HB yazmağa ehtiyac yoxdur. Çünki rombun hündürlükləri də yenə bir-birinə bərabər olacaq. Rombun daxilinə çevrə çəkmək mümkündürmü? Mümkündür. Bu zaman həmin çevrənin radiusu hündürlüyün yarısına bərabər olmuş olacaq. Baxın, şəkli çəkə bilsəm göstərəcəm. Baxın, görürsünüzmü? Bu nədir? Çevrənin diametridir. Çevrənin diametri hündürlüyə bərabərdirsə, bilirik ki, diametr radiusun 2 qatıdır. Buradan çıxır ki, R bərabərdir H bölünsün 2 olmuş olacaq. Bunu da qeyd edim ki, rombun paralleloqramdan digər fərqli xüsusiyyəti odur ki, rombun daxilinə çevrə çəkmək olur, paralleloqramın isə olmur. Əlavə bir qeyd olaraq bunu da verim ki, bir fiqurun daxilinə çevrə çəkmək üçün onun qarşı tərəfə, daha doğrusu bir dördbucaqlı fiqurun daxilinə çevrə çəkmək üçün onun qarşı tərəflərinin cəmi bərabər olmalıdır. Bu nə deməkdir? Tutalım ki, paralleloqram çəkirəm. AB, bura B, bura yenə A. Bunun qarşı tərəflərinin cəmi bura 2B eləyir. Bu iki qarşı tərəfin cəmi isə 2A eləyir. Bir-birinə bərabər deyil. Ona görə də paralleloqramın daxilinə çevrə çəkmək mümkün deyil. Bəs xaricə çevrə çəkmək üçün özəl bir qayda varmı? Var. Nədir? Bu zaman deyirik ki, qarşı bucaqların cəmi 180 dərəcə olmalıdır. Yəni bu bucaq üzərinə gəlinsin. Bu bucaq 180 dərəcə olmalıdır, amma bu elə deyil. Biz paralleloqramı qeyd edərkən dedik ki, iti və kör bucağının cəmi 180-dir. Bu da itidir, bu da itidir. Bunlar təbii ki, 180 dərəcə olmayacaq. Ona görə də nə rombun, nə də ki, paralleloqramın daxilinə çevrə çəkmək, xaricinə çevrə çəkmək olmur. Daxilinə çəkmək olur, rombun, paralleloqramın olmur. Biraz da danışaq düzbucaqlıdan. Düzbucaqlı bütün bucaqları 90 dərəcə olan paralleloqramdır. Yəni buna bu cür tərif vermək olar. Belə bir sual verərsiniz ki, bəs paralleloqram düzbucaqlıdırmı? Xeyr, deyil. Çünki baxın, bunu necə yadda saxlaya bilərsiniz, necə yoxlaya bilərsiniz daha doğrusu. Qarşınıza çıxıb deyir, paralleloqram düzbucaqlıdırmı? Sən düzbucaqlının bütün xassələrini yadına salacaqsan, sonra görəcəksən ki, paralleloqramda bu varmı? Yəni baxacaqsan. Əgər varsa deyəcəksən ki, hə, bəli, paralleloqram düzbucaqlıdır. Yoxdursa deyəcəksən yoxdur. Məsələn, düzbucaqlının xassələrini düşünürəm. Qarşı tərəfləri paraleldir, paralleloqramda da belədir. Qarşı tərəfləri bərabərdir, paralleloqramda da belədir. Bütün bucaqları 90 dərəcə altında kəsişir, yəni 90 dərəcəyə bərabərdir, paralleloqramda yoxdur. Deməli, paralleloqram düzbucaqlı deyil. Bəs düzbucaqlı paralleloqramdırmı? Gəlin baxaq. Paralleloqramın yenə qarşı tərəfləri paralel və bərabərdir. Düzbucaqlı da deyilədir. Paralleloqramın bir tərəfə bitişik bucaqlarının cəmi 180 dərəcədir. Düzbucaqlı da deyilədir. 90 plus 90. Yenə 180 dərəcə oldu.
Deməli, düzbucaqlı paralleloqramdır. Paralleloqram isə düzbucaqlı deyil. Bunu da bu formada aydınlaşdırmış olduq. Yəni əzbərləməyə ehtiyac yoxdur. Romb düzbucaqlıdırmı və yaxud da paralleloqram düzbucaqlıdırmı? Ehtiyac yoxdur bunları əzbərləməyə. Sadəcə bir qayda. Sən nəyə oxşatmaq istəyirsən? Oxşananın xassələrinin hamısını yadına salırsan, daha sonra gətirib oxşatmaq istədiyində bir-bir yoxlayırsan ki, görüm bunun xassələri burada ödənirmi? Ödənirsə, hə, eynilik var. Ödənmirsə, deməli deyil. Düzbucaqlı haqqında qeyd edeyim. Düzbucaqlının perimetrini bilirik. 2A plus B. Sahəsi A vurulsun B. Yenə yuxarıda paralleloqram və romb üçün qeyd elədiyim D1, D2 bölünsün 2 vurulsun sinus alfa düsturu burada da keçərlidir. Bundan əlavə bunun diaqonalını çəksək. Bura A, bura B olsa, baxın bu düzbucaqlı üçbucaqdan Pifaqor teoremini nəzərə alaraq da mən A kvadratı üzərinə gəlinsin B kvadratı bərabərdir D kvadratı olduğunu almış olaram. Bunu da əzbərləməyə ehtiyac yoxdur. Əgər ehtiyac olarsa, asanlıqla göz önündədir, hesablayıb çıxarda bilərsiniz. Yenə də mən hər dəfəsində hesablamaq istəmirəm deyirsinizsə, bir yerə qeyd götürüb yadda saxlayırsınız. Gəlirəm kvadrata. Kvadrat bütün bucaqları 90 dərəcə olan və bütün tərəfləri bir-birinə bərabər olan dördbucaqlıdır. Yəni bunu belə düşünün də, bir paralleloqramda alıram, onun üzərində müəyyən dəyişikliklər eləyə digər fiqurları alıram. Mən ən başda buna görə dedim ki, dördbucaqlıların ilk nümayəndəsi paralleloqramdır. Gəlirəm kvadrat haqqında ətraflı danışaq. Əvvəlcə şəklini çəkək ki, söhbətin necə bir fiqurdan getdiyi hər kəsə aydın olsun. Dedik ki, bütün tərəfləri bir-birinə bərabərdir. Bütün bucaqları 90 dərəcədir. Bu bizim kvadratımız. Kvadratın perimetri 4A, sahəsi A kvadrat düsturu ilə hesablanır. Bunun diaqonalları da yenə bir-birinə bərabər olacaq. Çünki hər şey təbii ki, eynidir. Buradan da belə bir şey qeyd edə bilərəm ki, kvadratın 4 dənə simmetri oxu var. İkisi diaqonalları və digər ikisi də buradan çəkilmiş, niyə çəkə bilmirəm? Aha, buradan çəkilmiş bu düz xətlər. Bir də bunu da qeyd edim ki, düzgün olan bir fiqurda, fərq yoxdur hansı fiqurdan söhbət gedir, çoxbucaqlı təbii ki. Düzgün olan ixtiyari çoxbucaqlıda tərəfin sayı qədər simmetri yoxu var. Sadəcə diqqət eləməlisiniz, düzgün olsun. Düzgün 10 bucaqlı, düzgün 5 bucaqlı, 6 bucaqlı, hər birində tərəfin sayı qədər simmetriya oxu vardır. Deməli, kvadratın diaqonalları da yenə bucaqların tən bölənləri olacaq. Yəni, bu bərabərlikdən gəlir ki, bu bərabər, bu bərabər. Buradan gəlir də yenə 45 dərəcə bölünmüş olacaq. Diaqonalı nəyə bərabərdir? Bunu göstərin. Bu bizim düzbucaqlımız. Bu onun diaqonalı. Bura A, bura 90 dərəcə olmasından çıxır ki, bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuz nəyə bərabərdir? Katetin kök altda 2 mislinə, yəni D bərabərdir A kök altda 2 düsturu ilə rahatlıqla hesablaya bilərik. Bunun daxilinə çəkilmiş çevrə, bir çevrə çəksəm, bu kvadratın daxilinə, baxın, bunun, çəkə bilmirəm, bunun diaqonalı, radiusu gördüyünüz kimi tərəfin yarısına bərabər olacaq. Baxın, buradan R bərabərdir A bölünsün 2, bəs xaricinə çəkilmiş çevrə desəm. Xaricinə çəkilmiş çevrədə isə diaqonal radiusun 2 qatına bərabər olacaq. Yəni, böyük yer bərabərdir D bölünsün 2 düsturu ilə hesablanacaq. Buradan da D-ni A kök altda 2 bölünsün 2 şəklində ifadə eləyib də rahatlıqla göstərə bilərik. İndi isə gələk dördbucaqlıların ən çox diqqət tələb edən nümayəndəsi trapesiya. Trapesiya nədir? Yalnız oturacaqları paralel olan dördbucaqlıdır. Oturacaq dedikdə isə, baxın, bu A,
və B ilə işarə elədiyim tərəflər nəzərdə tutulur. Bunu adlandırsaq A, B, C, D desəm, AD paraleldir BC olur. Burada AD və BC oturacaqlar. Üzr istəyirəm. AD və BC oturacaqlar. AB və CD isə yan tərəflər olur. Trapesiya haqqında bunu qeyd edeyim. Trapesiyanın orta xətti bizim çox işimizə yarayacaq. Trapesiyanın orta xətti yan tərəflərin ortasını birləşdirən düz xətt parçasıdır və oturacaqların cəminin yarısına bərabərdir. El hərfi ilə işarə olunur. A plus B bölünsün 2 düsturu ilə orta xətti hesablaya bilərik. Bir də bundan əlavə belə bir şey var. Əgər mən burada 2 dənə diaqonal çəksəm, baxın bu diaqonalın ortasında qalan bu qırmızı hissə var. Buna x ilə işarə etsəm, x bərabərdir. B minus A yazın, çünki böyük tərəfi B ilə işarə eləmişəm. B minus A bölünsün 2 düsturu ilə hesablayacağam. Deməli, oturacaqların cəminin yarısı orta xətt, oturacaqların fərqinin yarısı isə həmin bu orta xəttin diaqonallar arasında qalan hissəsinə bərabər olacaq. Bir də belə bir şey qeyd edim, yadıma düşmüşkən. Baxın, bu diaqonalların kəsişmə nöqtəsindən keçən düz xətt parçası var. Mən bunu, bura bir dənə L, bura M desəm, LM bərabərdir 2A vurulsun B, yəni oturacaqlar hasilinin 2 misli bölünsün A plus B düsturu ilə hesablaya bilərəm. Bunu da özünüz üçün qeyd olaraq götürə bilərsiniz. Trapesiyanın daxilində ixtiyari bir xətt çəkilmiş olsa bəs, müəyyən hesablamalar aparmaq təbii ki, lazım olacaq. Bizə bunun üçün bilməli olduqlarımız nədir? İxtiyari bir xətti bilmirəm nə xəttidir. X ilə işarə edirəm. Yəni, heç bir məlumat verilməyib bu xətt haqqında. Sadəcə buranın AB olduğunu bilirəm. Buranın ölçüsünü verib və buranın ölçüsünü verib. Məndən X-in uzunluğunu soruşur. Baxın, bunları necə edəcəm? A vurulsun D, üzərinə gəlinsin, B vurulsun C. Sanki oturacağı özünə qarşısında duran, bir saniyə, oturacağı qarşısında duran hissəyə, tərəfin qarşısında duran hissəsinə vururam və digəri ilə toplayıram. Deməli, BC aşağıda da olacaq C plus D. Yan tərəfin uzunluğuna bərabər. Buradan da belə bir düstur deyim, bərabərlik deyim, çıxa bilir ki, A-nın B-yə olan nisbəti bərabərdir C-nin D-yə olan nisbətinə. Bu da hər zaman ödənən bir qaydadır. Bundan əlavə yenə diaqonallar haqqında bir şey göstərmək istəyirəm. Bu bizim trapesiyamız, bu isə onun diaqonalları. Baxın, bu hissəni görürsünüz. Bu hissə. Burada oturacaqların paralel olduğunu bilirik. Paralellikdən bura alfa, bura beta olsa, bura alfa olsa, bura da alfa olur. Bura beta olsa, bura da beta olur. Bunlar da qarşılıqlı bucaqları olduqlarına görə bunlar da bir-birlərinə bərabər olurlar. Buradan isə üçbucaqların oxşarlığına əsasən belə bir şey çıxır. Bunu adlandıraq əvvəlcə. A, B, C, D deyim. Bu kəsişmə nöqtəsinə də bir O deyim. Burada B, O-nun O, D-yə olan nisbəti, yəni diaqonalın bura qədər olan hissəsinin, buradan bura qədər olan hissəsinə olan nisbəti C, O-nun bu diaqonalın kiçik hissəsinin O, A-ya olan nisbətinə bərabərdir. Eyni ilə də kiçik oturacağın, yəni yerimiz biraz qısa oldu, BC-nin A, D-yə olan nisbətinə bərabər olmuş olacaq. Niyəsə şəkillər çoxdur deyə yazılar daha da qarışıq görünür. Eybi yox. Yazarkən siz onları daha səliqəli hala gətirib yazarsınız. Silə bilmədim. Neysə. Bundan başqa qeyd etmək istəyirəm, çevrənin, trapesiyanın daha doğrusu daxilinə çəkilmiş çevrənin radiusunu.
daxilə çəkilmiş çevrənin radiusunu kiçik yerlə işarə eləyirik və bu da bərabər olur h-a. H bölünsün 2-yə hardan gəlir? Bunu da göstərim. Bu bizim çevrəmiz, bu trapesiyamızın hündürlüyü. Baxın, diaqonal radiusu görürsünüz, hündürlüyün yarısına bərabərdir. Yəni, birləşdirsəm, diametr çəksəm, elə diametr hündürlüyə bərabər olacaq. Diametr hündürlüyə bərabərdirsə, radius diametrin yarısına bərabər olmasından çıxır ki, elə radius da hündürlüyün yarısına bərabərdir. Çevrənin bir də trapesiyanın daxildən və xaricinə çəkilməsi ilə bağlı belə bir qeyd yazım, deyim, yadınızda saxlayın. Yalnız və yalnız bərabər yanlı trapesiyanın xaricinə çevrə çəkmək olur. Bunu unutmayın. Həmin o çevrənin də radiusunu necə tapırıq? Bir çevrəni çəkdim. Daha doğrusu trapesiyanı çəkirəm. Daha sonra bu mənim çevrəm. Çevrənin radiusunu hesablamaq üçün, baxın, bu qırmızı içərisini də yaşılla rənglədiyim üçbucaqlara. Bu üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu hesablamaq kifayətdir. Bu da üçbucaqlar mövzusunda deyilib, yenidən yazmıram. Çevrənin orta xəttini qeyd elədim. Daha doğrusu trapesiyanın orta xəttini qeyd elədim. İndi isə keçək trapesiyanın sahəsindən danışaq. Trapesiyanın sahəsi A plus B bölünsün 2 vurulsun H. Yəni A plus B bölünsün 2-nin orta xətt olmasından LH düsturunu almış olaraq. Bundan əlavə bütün dördbucaqlar üçün diaqonallarla olan sahə düsturu keçərlidir. D1, D2 sinus alfa bölünsün 2. Bu ixtiyari dördbucaqlı üçün keçərlidir. Sən diaqonalları və onlar arasında qalan bucağı bilirsənsə, asanlıqla onun sahəsini də hesablaya bilərsən. Trapesiyanın xüsusi bir növü olan bərabər yanlı trapesiyadan danışaq. Adından da göründüyü kimi yan tərəfləri bərabər olan trapesiyaya biz bərabər yanlı trapesiya deyirik. Şəklimizi çəkək. Yəni şəkildə göstərək. Baxın, yan tərəfləri bir-birinə bərabərdir. Bunu yadda saxlayırıq. Yan tərəfləri bərabər olan trapesiyanın diaqonalları da bir-birinə bərabər olmuş olacaq. Bərabər yanlı trapesiyada hündürlüyün böyük oturacaqdan ayırdığı bu böyük hissə elə bərabərdir. Yəni, yuxarı A, aşağı B olarsa, A plus B bölünsün 2-yə bərabər olmuş olacaq bu. Bəs bu hardan gəlir? Baxın, bunu qeyd edeyim. Bərabər yanlı trapesiyamı çəkirəm. Şəkil yaxşı olmuş. Bu bərabər yanlı trapesiya. Bunun hündürlüklərini çəksəm, burada düzbucaqlı yaranır. Bu düzbucaqlı buranın A, buranın da A olduğunu nəzərə alaraqdan qeydimi aparıram. Buralarda x və x olur. Baxın, yan tərəflərdir bunlar. Yəni, bərabər yanlıdır daha doğrusu. Bura eyni, bura eyni, bura h, bu da h-dır. Deməli, bura x-dırsa, bura da x qalacaq. Bəs yaxşı. Mən buranın a plus x-in a plus b bölünsün 2 olduğu qənaətinə necə gəlirəm? Baxın, deməli, mən çıxartmaq istəyirəm buranı. Bura nədir? 2x plus A bərabərdir B-yə. Yəni, böyük oturacağa bərabərdir. Gəlirəm buranın bərabərliyini göstərməyə. Deməli, mən almışdım nəyi? Bir saniyə. 2x plus A-nın B-yə bərabər olduğunu. 2x plus A-nın B-yə bərabər olduğunu bilirəm və yuxarıdakı bu A-nı da üzərinə əlavə eləyirəm. 2x plus 2A olacaqmı? Bu 2x plus A-dan mən bir dənə B yaratsam, B plus A olurmu? B plus A. Yəni, 2x plus A şəklində yazsam. Bura B-dir, bura isə A-dır. Mənim istədiyim nədir? Sadəcə A plus x-i tapmaq. Burada nə var? 2A plus 2x. Bunu 2-yə bölsəm, buranı da 2-yə bölmüş oluram mı? Buranın da orta xəttə bərabər olduğunu bilirəmsə, deməli, elə A plus x da bərabər olacaq. Nəyə? Trapesiyanın orta xəttinə. Bu da belə. Bunu da bu formada yadda saxlaya bilərsiniz.
Ondan əlavə bərabər yanlı trapeziyada əgər diaqonallar bir-birinə perpendikulyar olarsa, biz nələri bilərik, nələrdən istifadə edə bilərik? Bu trapeziyamız, bu diaqonallarımız D1 və D2 olsun və bu 90 dərəcədir. Mən buradan bu D1-i götürüb bura bu formada köçürsəm, yəni bura 90 dərəcə isə burada 90 dərəcə olur. Buranı da birləşdirirəm. Bu A-dırsa, bu da A çıxır, burada olur B. İndi buradan nə çıxacaq? Deməli, bu D2-dir, D1-im yerində qalıb. Sanki yəni D1-i sildim. Buradan sildim, daha doğrusu D2-ni sildim buradan. Digər tərəfə apardım. Baxın, bu D1 silindi, getdi. Yəni D2 silindi, açılır. D2 silinib, D1 öz yerindədir. Bura 90 dərəcə olduğu kimi qalır. Baxın, A plus B, bura D1, bura D2, bura isə D1. Nəysə, D1, D2-də şəkil sildim deyə, hansını necə işarə eləmişdim, qarışdı. Yəni, burada olan, baxın, bu diaqonalı mən D1 ilə ifadə eləmişəm, səhv eləmirəmsə, bu D1-i gətirdim bura. Oldu bir düzbucaqlı üçbucaq. Baxın, bu bənövşəyi üçbucağı görürsünüz yəqin ki. Bu oldu düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəminin hipotenuzun kvadratından bərabər olduğunu bildiyim üçün D1 kvadrat plus D2 kvadrat bərabərdir A plus B-nin kvadratı. Yazıb hesablamamı apara bilərəm. Bundan başqa qeyd eləyə bilərəm sizlər üçün nəyi? Düzbucaqlı, daha doğrusu bərabər yanlı trapeziyada diaqonallar perpendikulyar olarsa, yəni 90 dərəcə altında kəsişərsə, o zaman hündürlük bərabər olur orta xəttə. Bunu da bu formada yadda saxlayıb lazım olan yerlərdə istifadə edə bilərsiniz. Bundan başqa bir də son olaraq trapeziyanın düzbucaqlı formasını qeyd edim. Baxın, tərif kimi belə deyə bilərik. Məcbur deyilsiniz təbii ki, əzbərləməyə, amma aydınlıq olsun deyə, təsəvvür yaransın deyə həm şəklini, həm də şəklini çəkib tərifini göstərirəm. Yan tərəflərindən biri hündürlük olan trapeziyaya düzbucaqlı trapeziya deyilir. Baxın, normalda bu formadaydı. Trapeziyanı belə görürük. Bayaqdan belə çəkirdik. İndi bu yoxdur, bu hissdə yoxdur. Yan tərəfinin biri oturacaqlarla 90 dərəcə altında kəsişir. Biz buna deyirik düzbucaqlı trapeziya. Yenə düzbucaqlı trapeziyada da digər qeyd etdiyimiz hər şey keçərlidir. Sadəcə olaraq özəl bir şey qeyd edim. Əgər bunun diaqonalları da 90 dərəcə altında kəsişərsə, şərt budur. Düzbucaqlı trapeziyadır və bunun diaqonalları 90 dərəcə altında kəsişir. Oturacaqlarını AB ilə işarə edək. Bura olsun H. Bu H-ın kvadratı bərabər olur A vurulsun B-yə və belə bir şey daha qeyd edim ki, A-nın B-yə olan nisbəti D1 bölünsün D2-nin kvadratına bərabər olur. Hələlik qeyd edə biləcəklərim, deyə biləcəklərim bu qədər. Yəni, çünki çoxdur, həm qarışıqlıq olur dedikcə də, yazdıqca insanın yazası gəlir. Həddən artıq çoxdur. Dördbucaqlılar, xüsusilə də trapeziya. Sizə ən çox lazım olacaq, sizin ən çox qarşınıza çıxacaq olan hissələri, məqamları bacardığım qədər qeyd etməyə çalışdım. Yenə misal izahlarında test işləyərkən qarşımıza çıxacaq olan testlərdə fərqli yerləri, lazımı digər düsturları, yaddan çıxan ya da düşməyən digər bütün məqamları qeyd edəcəm. Hələlik bu qədər. Qeydlərinizi götürməyi və məsuliyyətlə öyrənmək üçün çalışmağı unutmayın. Sağ olun.